Bəzən belə iş qəzaları da ola bilər. Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə qışlıq salat resepti bölüşürəm. İstifadə etdiyim bütün ərzaqların miqdarını videonun altındakı açıqlamalar bölməsində qeyd edəcəm. Qabığını soyduğum soğanları gördüyünüz bu şəkildə halqavari doğrayıram. Sonra isə şirin biberlərin tumlarını təmizləyib onları da doğrayıram. Tərəvəzləri doğradıqca bir qabın içərisinə yığıram. Xiyarın baş hissəsini kəsib gördüyünüz bu şəkildə doğrayıram. Əgər istəsəniz daha incə və yaxud da uzunsov şəkildə də doğraya bilərsiniz. Pomidorların da baş hissəsini təmizləyirəm, sonra isə belə alma dilimi kimi kəsirəm. Salatda tərəvəzlərin doğranma şəkli əslində çox da önəmli deyil, istədiyiniz şəkildə doğraya bilərsiniz. Yuduğum zəfərini də doğrayıram, çox xırda doğramağa ehtiyac yoxdur. Göyərti olaraq mən sadəcə zəfərdən istifadə etdim, əgər istəsəniz reyhan da doğraya bilərsiniz içərisinə. Son olaraq acı biberi də içərisinə doğrayıram. Mən belə acı biberi bütöv salatın içərisinə doğradım. Əgər siz istəsəniz hər bir bankanın içərisinə əlavə bir şəkildə doğrayıb qoya bilərsiniz. Böyük bir qabın içərisinə alıb yaxşıca qarışdırıram. Doğradığım bütün tərəvəzləri bir-birinə yaxşı qarışdırdıqdan sonra bankaların içərisinə yığıram. Salatı bankanın içərisinə yığarkən nə çox boş, nə də ki çox sıx şəkildə yığıram. Bankanı doldurarkən çalışıram ki, hər bir bankaya eyni miqdarda acı biberdən qoyum. Dediyim kimi, əgər istəsəniz acı biberi doğramayıb da hər bir bankasına əlavə olaraq qoya bilərsiniz. Elə daha rahat olar məncə. Hər bankanın içərisinə 1 yemək qaşığı duz əlavə edirəm. Və 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Banka dolana qədər qaynanmış halda olan qaynar suyu içərisinə əlavə edirəm. Bankanın içərisinə tökdüyüm su ilə eyni dərəcədə olan qazanın içərisinə su əlavə etmişəm. Bankaları içərisinə yerləşdirirəm. Üzərinə qapaqlarını qoyuram, amma ki sıxmıram. Sonra isə ocağın üzərinə qoyub 15 dəqiqə salatları qaynadıram. Həm bankanın içərisinə tökdüyünüz, həm də ki qazanın içərisindəki su mütləqdir ki, eyni dərəcədə olmalıdır. Ya qaynar halda, ya da ki tam soyuq halda. Əgər soyuq halda edəcəksinizsə, su qaynadıqdan sonra 15 dəqiqəni tutun. 15 dəqiqə qaynayan bankaları suyun içərisindən götürürəm. Siz mənim kimi etməyin, ehtiyatlı bir şəkildə götürün ki, əziyyətini seçə getməsin. Sonra isə hər bir bankanın içərisinə 1 çay qaşığı uksus əlavə edib təzə qapağı ilə bağlayıram sıx bir şəkildə. Bankanın qapağını yaxşı sıx örtdükdən sonra əlimlə yoxlayıram bankanın axıdıb ya axıtmamağını. Bəzən bilirsiniz ki, qapaqlar xarab çıxa bilir və axıda bilir banka. Əgər qapaqdan su axıdarsa, salatınız xarab ola bilər. Budur, artıq qış üçün hazırladığım salat hazırdır. Bütün qış tədarüklərimi saxladığım sərin bir yerə bunları da yığıb saxlayacağam. Bir neçə saniyənizi ayırıb videomu bəyənib şərhlər bölməsində qısa da olsa bir şərh yazmağı unutmazsanız və abunə olmağı unutmazsanız şad olaram. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Sağlıqla qalın.